Salam əziz dostlar, hər vaxtınız xeyir. Heç düşünmüsünüz ki, təbiətin öz yaddaşı öz dili olur? Bugün mən sizi uşaqlıq nağıllarımızdakı o mistik sirli meşələrə aparıram. Hadrota və Xocalının Malıbəylisinə. Buranın havası ilə ilk saniyələrdən adamı sehirləyir. Ağızların sıxlığından göy üzü çətinliklə görünür, sanki bura əsrlərdir, toxunulmamış bir xəzinədir. Hadrotun meşələrində gəzərkən adama elə gəlir ki, hər qədim çınarın, hər dumanlı dərənin bizə danışacağı bir hekayəsi var. Addım-addım irəlilədikcə yarpaqların xışıltısı, quşların səsi insanı şəhərin bütün səs-küyündən qoparıb tam fərqli bir hüzura qərq edir. Bu dəfə adi yollarla getmirik. Gizli cığırları izləyəcəyik, dumanın çəkildiyi o möhtəşəm dağ mənzərələrinə birlikdə şahid olacağıq. Bu sirli və fərqli səyahəti qaçırmamaq üçün sona dək mənimlə qalın. Bugün sizi Qarabağın ən füsunkar, bəlkə də çox az insanın bildiyi gizli bir cənnətə, Xocalının Malıbəyli kəndinin meşələrinə gətirmişəm. Baxın, ayağımızın altında meşənin dərinliyə doğru uzanan bu daş pilləkənlər sanki bizi fərqli bir zamana aparır. Pilləkənlərin hər biri qədim bir hekayənin şahididir. Üstünü örtən yaşıl mamırlar isə buranın toxunulmazlığından xəbər verir. Addım-addım dərəyə doğru indikcə, meşə getdikcə sıxlaşır, ağacların budaqları başımızın üstündə yaşıl bir tağ yaradır. Hələ yuxarıda o sıxlığın arasında dumanın rəqsini bir görə bilsəydiniz. Adam bura inerkən şəhərin bütün səs-küyünü, yorğunluğunu unudur. Aşağı doğru indikcə ağacların xışıltısına fərqli bir səs qarışır. Eşidirsiniz? Suyun o xoş, sakitləşdirici şırıltısı artıq buralardadır. Deməli dərənin dibinə o gizli möcüzəyə çox az qalıb. Bu daş yollar bizi birbaşa təbiətin qəlbinə aparır. Artıq dərədəyik. Ayağımızın altından büllur kimi təmiz, buzlu bir çay axır. Daşların arasından süzülən bu suyun səsi insanı sanki tamamilə yeniləyir. Dərənin içi ilə suyun axarı boyu irəliləyirik. Hər addımda o səs daha da gurlanır, ətrafa yayılan sərinlik üzümüzə vurur. Baxın, qarşıda bizi nə gözləyir? Möhtəşəm Malıbəyli şəlaləsi. Təbiətin bu əzəmətinə, suyun qayalardan necə gur və coşqunluqla tökülməsinə bir baxın. Sanki dağların səsini, enerjisini özündə daşıyan bu şəlalə Malıbəyli meşələrinin ən böyük sirridir. Suyun qayalara çırpılaraq yaratdığı bu mənzərə, ətrafa yayılan o xırda su damcıları insanı tam fərqli bir dünyaya aparır. Bura gəlməyə, bu daş yolları qət etməyə həqiqətən dəyərdir. Bu gür-axının, bu gözəlliyin qarşısında insan sadəcə susub təbiətin bu möcüzəsini seyr etmək istəyir. Gəlin bu möhtəşəm anın, bu təmiz havanın və coşqun şəlalənin dadını birlikdə çıxaraq. Bu tunellər adi dağları dəlib keçən yollar deyil. Bura həm daxili sərnişin daşımada, həm də beynəlxalq logistikada gələcəyin əsas arterial fəaliyyət mərkəzidir. Bir tərəfdən regionlarımızı, kəndlərimizi bir-birinə bağlayıb gediş-gəlişi rahatlaşdırır, digər tərəfdən isə böyük iqtisadi yüklərin, beynəlxalq ticarət karvanların şərq və qərb arasında ən qısa, ən təhlükəsiz keçidini təmin edir. Zamanı qısaldan, məsafələri yaxın edən bu strateji infrastruktur həm də regionun iqtisadi gücünü və böyük potensialının bariz nümunəsidir. Yolumuz uzun, tunellərin ardındakı mənzərələr isə daha da heyran edicidir. Ayrılmayın. And washes the day away. Nothing to show and no place to go. So here in my room I stay. I don't know that I could forget you, no matter how hard I try.
as it falls to the ground and washes the day away. Baxın, bura hələ infrastrukturun tam qurulmadığı, yolların yox dərəcəsində olduğu dağ kəndlərimizdən biridir. Dağ çayının coşqun sel suları doğma yurda gedən yeganə keçidi kəsib. İndi ağır yük maşını çayın ortasında, suların qoynunda köməksiz qalıb. Təbiətin bu sərt üzü ilə qarşı-qarşıyayıq. Belə anlarda köməyə dərhal traktor və ağır texnika yetişir. Güclü dalğaların arasında maşını xilas etmək üçün böyük bir mübarizə gedir. Çünki o maşının içində sadəcə yük yox, bu torpaqlarda yenidən qurulacaq həyatın ümidləri daşınır. Yük maşının ardınca sulara qərq olan minik avtomobili də eyni çətinliklə çaydan çıxarılır. Texnikanın və insanların birgə gücü ilə hər iki nəqliyyat vasitəsi selin cəngindən alınır. Bu mənzərə buralarda hər gediş-gəlişin necə böyük bir fədakarlıq tələb etdiyini açıqca göstərir. Yolların bu vəziyyətdə olması, infrastrukturun hələ olmaması insanı qorxuda bilər. Amma illərdir bu torpaqların həsrətini çəkən, keçmiş məcburi köçkünləri heç bir çətinlik dayandıra bilmir. Onlar hələ tikilməyən, viran qalmış o doğma kəndlərə gəlib getməkdən bir an belə yorulmurlar. Doğma yurdun havası da, çətinliyi də bərəkətdir. Bugün kəndlərdə qalıb çətin şəraitdə heyvandarlıqla, arıçılıqla, təsərrüfatla məşğul olan hər bir soydaşımızın dilində bu kəlam var. Bəli, bəlkə qalmağa hələ isti bir ev yoxdur, bəlkə hər gediş-gəliş belə təhlükəli çay keçidlərindən, uçurumlu dağ yollarından keçir. Amma o viranəliklərin içində arı pədəklərinin qurulması, yamazlarda heyvanların otlaması bu torpaqlarının ruhunun geri qayıtması deməkdir. İnsanlarımızın içindəki o tükənməz qayıdış həvəsi, ocaq sevgisi bütün bu yoxluqlara və maneələrə qalib gəlir. Onlar sadəcə təsərrüfat yaratmırlar. Onlar bu kəndləri yenidən canlandırırlar. Həyatın bütün çətinliklərinə rəğmən bu yenidən başlayan möhtəşəm qayıdış hekayəsidir. Baxdığımız bu mənzərələr, keçdiyimiz bu yollar bizə hər addımda bir can borcumuzu xatırladır. Biz bugün buralarda rahat nəfəs alırıqsa, həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində bu dağlarda yazılan qəhrəmanlıq dastanları sayəsindədir. Suqovuşan istiqamətindən başlayaraq Talış, Çaykənd, Çıldıran, Dovşanlı və Vəngli kəndlərinə qədər uzanan o çətin, sıldırım relyefdə ordumuzun necə ağır, amansız döyüşlər keçirdiyini unutmaq olmaz. Düşmənlərin illərlə qurduğu o keçilməz barıları, istehkamları, əskərlərimiz öz polad iradəsi, sarsılmaz fədakarlığı və vətən sevgisi ilə darmadağın etdi. Hər təpədə, hər dərədə igidlərimizin qanı, ayaq izi var. Bu torpaqları bizə yenidən vətən edən, canını bu yolda fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları qarşısında baş əyirəm. Qanları ilə tarix yazan qazilərimizə, veteranlarımıza isə xalqımız adından minnətdarıq. Uca Tanrı onlara huzurlu, can sağlığı ilə dolu, xoşbəxt bir ömür nəsib etsin.